arasında layihənin birgə icrası ilə bağlı niyyət protokolu imzalanıb və Təhsilin İnkişafı Fondu tərəfindən 25 qıza təqaüd ayrılıb. Bu təşəbbüs sonradan geniş vüsət alaraq layihə kimi davam edir. Layihə çərçivəsində təsis edilən təqaüd proqramları vasitəsilə yüksək akademik göstəricilərə malik həssas qruplardan olan tələbə qızlar təhsil müddəti ərzində aylıq təqaüdlə təmin olunur. 2021-ci ildən bugünədək müraciət edən 3000 namizəd arasından ümumilikdə 348 nəfərə müxtəlif təqaüd proqramları üzrə dəstək göstərilir. Hörmətli Qanun Eyvaliyeva, dəyərli qonaqlar, dövlət rəsmiləri, millət vəkilləri, əziz layihə iştirakçıları və məzunlar. İlk növbədə təşkilatçılar adından hər birinizi salamlayır və dəvətimizi qəbul edib gəldiyiniz üçün dərin təşəkkürümü bildirirəm. Belə faydalı təşəbbüslərin formalaşması və reallaşmasında hər zaman öndə olan Azərbaycan gəncliyinə, onların təhsilinə xüsusi qayğı ilə yanaşan Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevaya dərin hörmət və ehtiramımızı bildirərək onun burada olmasına, burada bizimlə olmasına görə təşəkkür edirəm və hər birinizdən bunu alqışlamağı xahiş edirəm. Hörmətli xanım, hörmətli dövlət rəsmiləri, rektorlar, xanımlar və cənablar, əziz məzunlar, hər birinizi xoş gördük. Bugünkü tədbirin yəqin ki, əsas iki mövzusu var. Bir mövzu xeyriyyəçilik ənənələri, digər mövzu isə qadınların, qızların cəmiyyətdəki rolu və təhsili ilə bağlıdır. Bu layihədən hal-hazırda bəhrələnir. İlk olaraq qeyd olunduğu kimi 22-ci ildə 25 nəfər etsə, bu gün onun sayı 145-ə qalmışdır. Devam ederek. Salqayalar, məğrur dağlar, güllü yaz, Azərbaycan alırmansan ey vətən, bir gözəlsən hörüklərin gür araz, Azərbaycan sən canımsan ey vətən. Çok sağ olun.